Bugün onların günüdür. İllərini ilmələrə calayan, gözlərinin nurunu, əllərinin zəhmətini naxışlara həkk edən xalçaçıların. Qədim xalçaçılıq sənəti xalqımıza miras qalan irsdir. 5 may tarixinin xalçaçı günü kimi qeyd edilməsi də onların əməyinə verilən dəyərdir. Bugünün təsis edilməsi Ulu Öndər Heydər Əliyevin milli irsimizin qorunması istiqamətində atdığı addımlardandır. Bakı Mühəndislik Universitetində də xalçaçı günü ilə bağlı festival keçirilib, reportajımız var. Biz ilk addımlarımızı xalça üzərində atırıq. Xalça rəngarəng naxışları ilə evlərimizi bəzəyir və son mənzilə də xalça ilə yola salınırıq. Milli irsimiz olan xalçalar nənələrimizin, analarımızın gözünün nuru, əlinin zəhməti ilə ərsəyə gəlir. Özündə tarixi, folkloru, mifologiyanı, poeziyanı əks etdirən bu sənət növü indi də yaşadılır. Keçən minilliklərin əvvəllərində Herodot Azərbaycanda xalça haqqında yazırdı. Müxtəlif mənbələrdə 3-cü, 4-cü əsrlərdə Azərbaycanda hətta gümüş, qızıl saplardan xalça toxunduğu haqqında qeyd olunurdu. 16-cı, 17-ci əsrlərdə Şirvanda, Qarabağda, Naxçıvanda, digər bölgələrdə çox gözəl xalça toxunduğu haqqında qərb mənbələrində, qərb sənətkarlarının əsərlərində hətta oxşatmalar, bənzətmələrə biz rast gəlirik. 5 may xalçaçı günü də bu sənəti yaşadanların günüdür. Bakı Mühəndislik Universitetində Dizayn Kafedrasının təşkilatçılığı ilə xalçaçı gününə həsr olunan Milli Xalça Festivalı keçirildi. Məqsəd gənclərdə qədim sənət növünə maraq yaratmaq, onlara xalçaçılığın sirlərini öyrətməkdir. Gənclər arasında keçirilən Milli Xalça Festivalını keçmişlə gələcək arasında bir körpü də adlandırmaq olar. O körpü ki, bir tərəfdə qədim sənət miras, digər tərəfdə isə bu mirasa sahib çıxan gənclər dayanır. Xalça toxunduğu qədər yaşayar deyiblər. Gənclər də bu sənətə yeni nəfəs verərək onu yaşatmaq arzusundadırlar. Böyük məhəbbət, həvəs və məsuliyyətlə. Uşaqlıqdan bəri Azərbaycan Rəssamlar Akademiyasının xalça ixtisasında oxumağı istəyirdim. Çünki həm özüm Laçınlıyam, oranın mədəni irsini yaşatmaq istəyirdim. Həm də bu sənət daha məni özünə çəkir, daha gözəl incəlikləri var. Düzdür, müəyyən çətinlikləri var, amma bir o qədər də gözəllikləri var. Festivalda klassik xalça çeşnilərinin hazırlanması, toxuma prosesi barədə məlumat verildi. Qonaqlar Bakı Mühəndislik Universiteti və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələrinin xalça eskizləri ilə tanış oldular. Sərgidə keçə sənəti nümunələri, həsir, xofsuz xalçalardan palaz, kilim və digər əl işləri, həmçinin xoflu xalçalardan Bakı, Şirvan, Qarabağ, Şəki, Quba və digər bölgələrə aid əl işləri təqdim olundu. Bu mənim birinci semestrdən bəri işlədiyim işdir. Quba xalçası, qımıl. Bu sənəti çox sevirəm və gələcəkdə inşallah bu sənətlə də davam edirəm məşğul olmağa. Xalça bizim qədimdən gələn, yəni bizi qədimdən yaşadan bir şeydir. Mən bugün çox xoşam ki, bizim kimi daha çox gənclər təqdim eləyə bilir. Soyumuzu xalça üzərindən davam eləyə bilir. Festivalda qədim adət və ənənələrimizi əks etdirən bəzək əşyaları ilə yanaşı, milli mətbəximizə aid şirniyyatlar da təqdim edildi. Milli rəqslər, musiqi əsərlərinin ifası isə iştirakçılarda xoş ovqat yaratdı. Festivala maraq bir daha onu deməyə əsas verir ki, bu miras qorunmaqla yanaşı, sevgi və yaradıcı ruhla gələcək nəsillərə ötürülür. Fəridə İsmailov, Elxan Axundov, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.